kişi də heç yubka geyinər? Ha, indiki kişilər plastik əməliyyat eləyir. Qaşlarını alır. Üstəlik kubinkada da bıçaqlanır. Yaxşı, yubka da lazım deyil. Çıxart bu yubkaları. Hala navasxodis qaşı da. Nə? Bu səhərdəndir də. Ha, bir gün heç nə giymədim, heç yerə də getmədim. Qonaqlar bizə gəldi, toyu bizdə keçirtdi. Gəldi bəyin babası, sonra qızın nənəsi. Bəy nədənsə tək gəldi, gəlin probkada idi. Bəy çox səbirsiz idi, srazu spalniyə keçdi. Bir saat o gözlədi, amma gəlin gəlmədi. Daha bir saat keçdi, gəlin yenə gəlmədi. Bunu görən qonaqlar çıxış yolu tapdılar, nənəni otağa saldılar. Ala balnoy. Krutoy. Hə, bu nədir ala? Nənənin üçün bəyin otağına saldınız, hə? Savab işdi də. Arvad yazıq 15 ildir ki, duldu. Mən başa düşmürəm ala. Sən meyxanacısan, yoxsa Krasny Kreis? Hə? Bu da xeyriyyəsi ilə məşğulsan? Krasny pedjak. Yaxşı, belə deyirsən. Evdən çıxırsan, Tak, qayıdırsan təzən toyxanaya. tak. Özü də indiki toylarda çoxlu ulduz olur. Ulduz. Həri. Ola mesta yes. Nə? Yeri var. Ha, bir gün kostyum giyindim, sonra mən toya getdim. Gəlin bəy və qohumlar toyxanaya doldular. Bağırov İzzət gəldi, bütün qızlar sevindi. Sonra da Röya gəldi, oğlanlar da sevindi. Samir Bağırov gəldi, ancaq bəy çox sevindi. Ala Kaluboy. Ala əcib də ala, krutoy. Bu nə ulduzlardan yığmısan klipə? Olanımız budur da. Onda Almaz Ələskərini də salda klipə. Açığı istədim, amma alınmadı. Niyə? Hala o boyda almazı, mən bu boyda klipə necə salım? Yaxşı, yığışdır bunları. Tak. Bir dənə normal müğənni gətir toya. Сейчас дорога dadim. Nə? İndi yola verərik. Ha, bir gün kostyum giyindim, sonra mən toya getdim. Gəlin bəy və qohumlar içib meymun oldular. Bağırov İzzət gəldi, baba heç sevinmədi. Kamran Həsənli gəldi, baba yaman hirsləndi. Alim Qasımov gəldi, baba yaman sevindi. Sonra Lütröyə gəldi, baba srazu keçindi. Ala Slipoy. Krutoy. Bu nədir ala? Hə? Korsan, Röya nöşüllü çıxıb. Ama indiki zamanədə soyunmasan səhnəyə buraxmırlar ki. Bunu düz dedin ha. Yaxşı dedin. Onda qoy Röya qalsın, Tak. yaz. Bir də toy adətlərin qaytar təzən klipivə. Ha, palajit tis qajiş budi. Nə? Qoy sən deyən olsun. Ha, bir gün çoxlu deyindim, sonra mən toya getdim. Bir-bir gəldi qonaqlar, gəlini oynatdılar. Gəlin gülləri atdı, babanın başı partladı. Toya gəldi həkimlər, babanı diriltdilər. Sonra Lütröya gəldi, baba yenə keçindi. Ala Ruçnoy. Krutoy. Vapşı da düz deyirsən, həri. Bu gül atmaq da bizim köhnə adət ənəmizdir, hə? Ha, kstati, bu gül atmaq nə deməkdir vəbşim? Ala gəlin gülü atır, Ha. kim onu tutsa güya ərə gedir, xoşbəxt olur. Xoşbəxt olur. Hə. Maraqlı deyə. Məhəllə uşağı bu yaxınlarda dükandan gül atdı. Hə. Tutdular, saldılar içəri, bədbəxt oldu. Yaxşı, bu şey nəsə alınır. Bax, klipin özü düzəlir yavaş-yavaş. Amma baş qəhrəman, yəni sən, çox sakitsən belə. Ha, biz hamımız beləyik. Ana yatmasan da bir oyan biraz da da, bir jivoy ol. Davay. Valla Gaspadin skazal yiyəcək bir yamu. Nə? Ağa deyir, sür dəriyə, sür dəriyə də. Ha, bir gün toya piyan gəldim, özümlə tort gətirdim, babamı çizdirdim. Lülqəmbər oldu baba, o toyda saldı dava, bəyi o yedizdirdi, gəlini çimizdirdi. Bəyin dostları gəldi, onları kəllələdi, nənə üstünə gəldi, baba nənəni mindi, toya Ceki Çan gəldi.
Baba qayğanaq etdi, gəldi qalıboy kaskalar, reski oldu maskalar. Vladimir Putin gəldi, toya pul saldı getdi. Schwarzenegger də gəldi, baba onu söndürdü. Toyda heç kim qalmadı, babayla bacarmadı. Gəldi toya naxadı, Namik Qara Çuxurlu. Lütröyanı gətirdi, axır ki baba çezdi. Alakasoy. Deməli, tortu yaxşı fikirləşdin. Yaxşı ideyadır, xoşuma gəldi. Namik Qara Çuxurluya da vapşe söz ola bilməz. Ha, kimlə meyxana deyib, hamısını bağlayıb. Namik meyxanaçıları bağlayır. Ha? Ha, olmazsa Namik şəhərdəki o açıq lükları bağlayır. Neyse, yaxşı, klipin ucu alınır. Amma klipdə nəsə çatışmır, bir balaca nəsə çatışmır yenə. Düzəldə bilərsən? Ha, kredit взял. Nə? Borcumuzdur. Ha, bir gün toya piyan gəldim, özümlə tort gətirdim, indeyski rəqs eylədim. Birdən hamı sevindi, Qara Çuxurlu gəldi, Namik Aygünsüz idi, nənə ona girişdi, Namik də atval verdi, duet oxumaq istədi, amma Aygün yox idi. Nənəmiz biçdi getdi, özünü Aygün eylədi. Padarka твоего отца. Nə? Payat ondan. Keçdi mənim dilimə də. Öyrəşdirəcəm də o ye. Bura bax, klipin demək olar ki, hazırdır. Doğrudan. Ha, amma bu Namik Qara Çuxurlunu oynayan var ha. Nəsə oxşamır özünə. Obrazı belə axıra kimi çatdırmır. Sən fikir vermirsən də Namik həyatda belə hündürboy bir oğlandır. Boylu buxunlu oğlandır. Nə? Namik boyludur. Ucu neçə ayrılır? Hala. Deyirəm ki, Namik həyatda cavan, simpatikli, hündürboy Krutoy. bir oğlandır. Tak. Şu Namik Qara Çuxurlunu düzəlt, klipin olacaq super. Ala malış delim. Nə? Bala düzələr. Afisant kimi giyindim, toya tortu gətirdim. Bu adətdən narazı, baba özündən çıxdı, nənənin dişi çıxdı. Polis bəyi yoxladı, cibindən nəşə çıxdı. Gəlin pis yola çıxdı, toya pul salmayanlar reski aradan çıxdı. Müğənni Elarizin başına çoxlu tük çıxdı. Luşkov da işdən çıxdı, burnumdan pirşik çıxdı. Ermənilər düt çıxdı, böyrəyimdən daş çıxdı. Sözlər yadımdan çıxdı. Bəs Namik hardan çıxdı? Ala tortun üstü açıldı, doğurcu Namik çıxdı.